evin yanına koyacaklar. Niye sen yıkıyorsun? Ha, düz. Cemaat sen için istemiyor. Benim 66 yaşım var. Sak kubika betonu pensiya alam, diğer 5 pensiya alam, mindirəm işləyir. Deyirəm, o yaxşı dolanımlar. Pensiyada verirlər, nədir? 350 manat alıram da. 1000 manat almır ama. Gedirəm fəaliyyətçi deyirəm bir 600-700 da oradan olur. Deyirəm, yaxşı dolan. Zaman içində ne deyim ki, 2 baş adam da dolana bilmir. O da gedir gəlir deyir şeyler. O işleyen şey deyir de ne arzudan arvad olmaz, ne de ondan kişi. Biri yazır ki, Asimanı bəyənmirdilər, indi 2 işdə işləyir Asiman. Düz diyorum. Asiman'a ben de razıydım. Ölenlere rəhmət. Asiman olaydı getirip 30 lirardım, Asiman'ı da işe koyardım, özüm de işleyerdim, Asiman da işleyerdim. Laf evde Asiman'a verirdim. Razıyım ben. Asiman hara, bu gədə hara. Ateşe kadar fark var. Özü Asiman bu arzunu istəyibdi. Arzu bəyənməyib. Elmas Xaliyev çok sağ ol Elmas Xaliyev. Gedir cındırda mındırda yapışır. Burnuna fıtırğa xalı adamdan səninə kişi olacaq. Mahir nəyə görə gəlmişdi ki, o bir şeyə, programa, orada görüblər bir-birə? Anası arvadı dövmüştü. Boy. Şeydən analığını dövmüşdü. Bir de boşanmaya göre gelmişti. Ay Allah. Dedi bunlar ikisi de araqdan içirlər, məni döyürlər. Dədə bala indi nə qədər olmasa dədə bala sayırlar da, öygü olurlar. Qoyurlar deyə qabağına arağı, Mahir bir tərəfdən, kişi də bir tərəfdən arvadı sırpıb öldürürlər. Yazıq arvad. Da onun analığının üstüne kaynar su tökürdü, yandırmaq istəyir. Ay Allah, gör necə insandı o. İndi belə insanla sən yaşaya bilərsən arzu. Yox, öz anasını döyən insan kimi mərhəmət eləyər ki. Balaca vaxtından baxıb da, 1 yaşından baxıb ona. Belə 5 yaşından baxıb. Hə, Baxıb da, sənin anan odur. Sən niyə onu qaynar su töküb yandırırsan? Arvad ona göre gelmişti. O deli Arzu da geldi buna sevgili oldu. Arzu elədi bunu. Mahiri taksir yoktu orada. Hamısını eləyən Arzudur. Benim 36 yaşım varsa, eğer o mənə söz deyərsə, ona elə söz deyərəm, gedər uçuşda durar. Bu işi yaradan Arzudur. hə, düz deyirsən, ay bıratdı, düz. Arzu var Arzu hardasa 6 aya biriyle çıkmayacaktı. Bak bu sözü değil. Her cəhənnəmə çıxsın, Allah eləsin bu gece yok. İçecek, pis işlerle meşgul olacak, basıp diyecek. Onun gözünde şişir olacak. Ay gör, hiç böyle bir ecime de diyor. Öyle intülesin, bu ara hardan çıktı. Bak. 15 ildir yanımdadır, evden çölə çıxmırdı. Mən özüm evə pivə gətirdim, araq gətirdim. Dedim ki, nəfsin keçər birdən. Dedi, yox ata, mən elə şey indirəm. Və yaxşı, niyə burada işmirdi bə? Arzu getdi orada aldı. Arzu, bəlkə onunla nə işə də çəkir. Açıq deyirəm sənə. Onun qamıza, onun başı xarab olur və özünü giriyə bilmir. Hə, yox, o şey eləməsi, bırak da. Mən sənə deyirəm ki, o gədə nə işə çəkir. Gədə tablet qıldır. Hər şey eləyir. Arzu da bəlkə Arzuya da verib, başı xarab olubdur. Burada ne elə döydü Arzu? Niye araq içmirdi? Niye pivə içmirdi? Vay, Allah haqq çətində, hə, bırak da. Elə bir düzünü deysən, hamı deyir belədir. Verişə saatları məni ağzımı açmağa qoymadı. 25 il haradasın. Nini sən 25 ili? Hə, valla, yox, elə bax, orada adama deyir, neyinə lazım 25 illərdə, 30 il haradadır. Mən sözüm tutdular, kəsdilər. Yox, problem Dedim 25 ildir, yəni bugünkü gündən danışma. 25 il bundan qabaq nə olub, o mənim problemim. Hə, valla. İndidən danış. 15 ildir yanımdadır. Niyə araq içmirdi? Hə, yox. Öydən çölə alaq bu kətdə var. 8 ildir yaşayıram. Elə eşidiblər ki, Baradın qızı var. Arzunu bu kətdə tanıyan yox. Bu verişə çıxandan sonra deyirlər, bu Barad kişinin qızıdır. Bura kimi yaxşı gəlmişdin. Buradan belə bir yavr elədi.
Hə, çətindir, nə bilim. Ev alacağım. Sen burada ağda verdin kol çekilmeye getirip pul verirsen ev tutuyorsun burada. Ben işte kreditte götürdüm ki o evin temiz yığıştırım görüm az işi kalsın. Şimdi yayda da bir aborot götüreceğim, işleyeceğim, düzelteceğim, temiz bu evi kurtaracağım. Ben bundan öyle, ben ev benim neyime lazımdı. Yaxşıyım, sağ ol. 66 yaşım, sana göre tutuyorum da deyirəm adamım. Qız çıxdı da. Ha, çıksınlar. Ne yazır o? Yüzünü siz bağışlamayın, ona göre görək mahir saxlayır mı? Xeyr, Elmas Xəlif can, onu saxlamayacaq. Prosto ondan istifadə edir. O xəstə düşəcək, başı yerə dəyəcək mitilə. Onda hələ bəlkə yastığı qoyub boğub öldürər. O elə insandır. Allah sizi qorusun, çox sağ olun. Hə. Sonra sen ona pul at. Yok, ona pul atmıram ki. Ha, pul nedir? Hiçbir devde vermiyorum. Pul nedir? İnyeşimi gönderdim apar gibi yiyeceğiz. Hiçbir mantık yok. Ne yollayacağım? Seyir. Azər bilmirəm, deyir bu gün döyüb, basıb döyübdü. Nə günah qoyubdu. Mən işdə olmuşam, evdə olmamışam. Kişim adıdır. Onlar da sen gelediler dediler. Ben ne biliyordum? Ha. Əlbəttə ki, pula görə Mahir onun yanında cəmaatı aldadıb pul yığır. Arzu Mahir. Hə. Atmayın da Allah'dır atmayın. Ne arzu atın ne ona. Hiçbirine bir madde tullamayın. Ben görüm barış kim değil mi? Gülnare, kadınsan kişi. Kadında kişi Aydeniz. Gülnare ne diyor? Yaxşı kız o. Yok, ayrısı. Sizdən 2 dəfə danışmışam. Sona xala, necəsiniz, nətərsiniz? Yaxşıyam, sağ olun. Sen necəsin? Yaxşıyam, çox sağ olun. Hə, Sona xala, elə bir ki, dünənlərim idi, yoxsa bu günlərim canına çanda, canını bağladılar. Sona xala, başından nətər vurdusa onun. Allaha and olsun vurdu. Döydü onu. Canlı da ola mı bağladılar da, tez bağladı. Nə dedi deməzsə, Yaxşı elədi. Quran haqqı elə hə. Yaxşı elədi. Özü canlıdaydı, Yaxşı səhər-səhər elədi. idi, gün ortaya doğruydu. Bax, orada dava oldu. Nəsə sözlər çəkiyordu. Mən ona keçən dəfə də özünə də qoşulanda dedim ki, Arzu, o sənin yemin deyir, o narkomandır.
Onun öz analığı indi əmsi o narkoman elə bir başına siqnal çatmadı qızı. O səndən istifadə edir, özünə pul yığır. Deyə kirada saxlayacağam. Kiraya girir, ailə yalan deyə sona qala Allah and olsun hamısı yalan. Sadəcə olaraq pulunu bilir ki, Arzudan risk qazanmaq lazımdır da. Arzun da yanına alıb pulunu alır, indi döyübdü. Pulunu yığıbdı. Nə qədər dedilər yığılıb ay Allah. Pul da dedilər 400 50 manat. Hə? 50 manat. 50 manat dedi. Yox, 50 manat demədi. Sona qala çox dedi ki, pul yığılıbdı. Qabaqsa yığılmış 300 neçə manat, 400 manat yığılmışdı. Yazıblar Yusuf Hüseyin yazıb 50 manat. Kiraya görə dedi ki, şeydi, kiraya görə yaşayır. Ay Allah, canlıdaydım. Dedim indi o getdi ucu. Qoran onu canlıda. Nə məcburdardır sən ondan oturursan İndi- onun yanında. O kimdir? Gülnare bacı eşitirsən? Bax, birinci döyüb yaxşı eləyib. Bu bir. Mən heç nə deməyəcəm. Mən axırını gözləyirəm. Hə, kiraya səndə araq pulu yığırlar. Hə, şeydir. Nədir? Kişiyə zəng eləyiblər kişiyə. Zarina. Yoldaşıma zəng eləyib. Deyibdi ki, Arzunu Mahir döyür. Bayaq da kişi deyir ki, nə varsa beşlərini maşına yıxsın göndərsin, burada pulunu verim taksin pulunu. Çıxsın gəlsin. Gəlmədi. İndi eşidirəm ki, orada şeydir, Mahirlə bir yerdədir. Bunlara xeyri yoxdur. İndi bilmirəm, indi bir yerdədirlər deyirəm amma bildim ki, canlıdaydı ama döydü. Onu bağladılar, tez bağladı. Bir yerdədir. Belə getəri, ha elə bilsən ki, Günortaya oğlan dalaşır, elə, bax elə fasonda vurdu. Ha, yaxşı, o əldə öləcəkdi, əldə. Hə, elə onun əlində. Hoş gəldin, günəş işığı. Yaxşıyıq, sağ ol. Sağ ol. Sona bacı. Ay Baxa, can. nə burada zarin danışır adam, nə zarin alıqdır, nə mənlikdir. O 50 manatı götürüb qaçmışdı. Eşitdi ki, atası polisə verəcək onu, Barat kişi. Qayıdıb gəlib Hə. də, 50 manat yığmışdı bu gün, götürüb qaçmışdı 50 manatı. Hə. Hə, indi də o ki, eşitdi ki, Barat kişi səs atmışdı, polisə verəcək deyə. Qayıdıb gəlibdi. Artıq nə zarinən yanındadır. Yəni, məsələn, bizdədir, yəni özünüz bilərsiniz, bir artıq yəni Arzu tanımırıq, nə də ki, onun yanındakını. Harda qalır, evində harda qalır. Bir yerdə rəhmət Elə o onun əlində, əgərli onun əlində gedəcəklər. Arasındansa vuracaq, elə öləcək o da. Ağzını bu gün döyüb, pis Hər döyüb. gün döyür, içir döyür. Ha, gelsin polisə versin Arzu. Mən verməliyim, gelsin versin da. Qoçuda nə görübdü Arzu? Gelsin versin. Elə iş oratılı ki vermir da. Bizim adımızı çəkə bilməz. Mahir, Ay. Mahir nə bizim adımızı çəkə bilər, nə də Zayn Hanım. Yəni bil ki onun yanındadır. Nə də olsa, nə də olmasa Mahir. Hadi. Ha, düzdür, hadi bak, düzdür. Ha. O harda qalır? Yenə də döyüb, ay aman. Gör nə tər ağılsız qızı, döyüb yenə də yanında oturur. Ay aman. Nə dəhşət adamdır bu. İçində saxlanmışdı, buraxmırdı. Nə pul vermirdi, nə də buraxmırdı. Bizə zəng elədilər ki, xahiş edir ki, polisə xəbər verin. Yəni mən də qarışmıram. Yəni mən də Barat kişi bilər, anası bilər, atası bilər, Arzu bilər, Mahir bilər. Yox, o harda qalır indi? Bə yaxşı, Zarinlə buraxmır evə. O harda qalır? Ev tutublar da, demirəm, ev tutublar. Təzən Pulu tutu verir. yığırdılar da, sonra xala. Kira pulu yığırdılar. Kira pulu yığırdılar ki, qalacaqlar. Arzu'nun ailesi dölü. Arzu, sənin O Arzu istiyor ki o dövdüğü onun elinde ölsün. qoy ölsün. Nəsə günorta üstü idi. Nəsə günorta üstü idi. Nə dedisə beləcə o arığına getdi. Canını bağla. Elə bir ki yumruq belə elə bir ki oğlan nətər vurursansa beləcə. Tez riski bağladı canını. Hansı canı da bu? Mən Arzu'yla gönədirəm Gülnare xanım. Mən Arzu'yla o götürü evə bırakmayacağım da. Bu bir. İkinci də ki, götürün əlində ölsə, düz gedib nazirlikdə oturacağım. Mən ona 15 il verdirməsəm, dədəmin qızı döyürəm. Bax, bu söz, qoy Arzu Mahir'in əlində ölsün. Mən onu gözləyirəm. Bir dəfə canım tutarsın. Vallahi.
Və O bu onun bəsdir yanında da sən niyə saxlayır Sona xala? Deyir yəni özü hər gün bir mat, gah deyir ayaqqabı pul alacağam. Gah deyir nə alacağım? Yalandan ayaqqabı pulum yoxdur. Sən ayaqqabı ala bilmirsən, necə arvad saxlayacaqsan? Haydi Bax o da var. bakalım. Burada kimse yazır ki sende taksi var niye evinde saxlayırdın? Ona ben sona göre qonaq gedirəm. Taksiri olacaq ki sonra məni niyə evə bırakır? Ay yox, o gədədən ayrılan dövlət bir şey eləyən deyil. Ay Allah, bir oğlanın da bir yaraşığı olar Sona xala. Bir videolar, qotur. Aycan. Həm markam, Oturayım, mən irgəyərəm. Mən arvatdığımdan 56 yaşım var. Mən şəxsən ondan irgəyərəm. Ay sonra arzuluq bir şey yoxdur. Arzunu hədəliyir. Başa düşdün? Arzu bugün qaçmaq istəyirdi. Hədəlimlə Arzu 100 kini töysün. Niyə hədəliyir? 100 kini töysün. Arzu baratdan sonra dönür, dili bu boyda çıxar. Ağlıma gələni getdi, efirdə dedi. Gəlsin versin də polisə. O kimdir az? Kimdir məni döyəm? Nəysə sonra. Mən mən səs attım ki, Arzu 102'ye ver, sabah çatdıram özümü ya da akşam. Dedi Arzu Arzu eləmə. 100 kini yığ. Ara saat tezdən çıxır Bakıya. Gələcək düz köbədə oturacaqdı. Onu Arzu eləmir, Arzu bizim sözümüzə baxmır. Yaxşı sonra mən çıxıram. Yaxşı ömrüm. Yaxşı ömrüm. Yaxşı. O haqda danışma, lazım deyil. Danışma. Özü versə Sona xala, elə Arzunu özü versə, dalı da biləcəklər də işini vermir axı. Vermir. Vermir, ara verir. Bəli, Yusuf söylüyor. Arzu versə 100 günü, atası da səhər tezdən özünü çatdıracaq ora. Görün bu nə hadisadır. Ha, Barat gelsin deyəcəm, yaxşı eləyir. Məni döyür, sən döymür ha. Hə, qız düz deyirsiz, elə də deyər, Aysta o, elə də deyər. Mən vallahi o deyir, matım, mutum qurudu. Mən elə adamla oturmaram, məni döymək. Hansı zamanada yaşayırıq ki, bizim məni döyə? Hansı dövrdə Belə də yaşayırıq? olmaz, belə də olmaz. Günah arzudadır, yaxşı eləyir. Mən eləsini niyə seçirəm, ondan makişi olar. Asker otur da evində oturaydın, soğan çörək yerdin, namusun qeyrətin üstündə olardı. O nədir? Nədir o? Bu bir şey ki ayağına çorab ala bilməyən. Ondan dilənib başına dönüb, qotur belə, qotur, belə. Nə olur Ay ha? Allah, bir göz adamı yandırıb töyməz ki, bir qəşəngliyi olar, bir video olar. İnsan kasıb olar, nə olar ki, hamı kasıbdır, hamı varlı deyil ki, amma bunun nə mədəniyyəti var, nə insanlığı var, nə özünə parmağı var. Mən burada deyirəm, değil mi? Mən burada sözümü çatdırıram. Qoy məni katilib bıraxsınlar. Mahir, sözüm sənədir. Mən nə səni bıraxmayacağım bu evə, nə Arzunu bıraxmayacağım. Amma Arzunun başından bir tükəz yoksa, sen yerli yoxlursan ha. Bak onu da bil. Bak onu da bil Mahir. Senin başını oynatacağım. Tələsmə sen. Qoy Arzu senin elin altında ölsün. Olsa Allah Teala onu vurubdu. Sen de onu vurursan, vur. Mən də deyirəm, mən də Allah haqqı, mən də deyirəm ki, elə harasındansa insan nə canı var? Vallahi Arzuya baxsan elə də canı yoxdur, bir dənəmcə qalıb. Harasındansa O vurur. ölüb, ayak üstü ölübdü. Ayak üstə. O ayak üstü ölübdü. O nə xəstə şeydi. Onu mən burada qulluğunda uşaq kimi dururdum. Uşaq kimi dururdum onun qulluğunda. Deyirdim Arzu biraz yat. Arzu çörək ye. Arzu Vallahi fikirlərim canını aşmışdılar. Mən qızdan qorxdum. Niyə? Rəngi başı sapsarı, gözünün altı sapsarı. Qıza baxmışam. Qızı görmüşəm bəyəklərin. Başının ortasına şey vurmuşdu proşka. Saçını da açıq qoymuşdu. Belə də ağ kimi belə məzəli kofta geymişdi hava rəngi kimi. Sifətini gördüm. Elə xoşum gəlmədi. Dedim bu çox ya bunun əlində öləcəkdi. Ya nə bilim. Ay bacı, eşitirsən? Günlərə bacı. Adicə həkimə gedirsən, həkim sana məsləhət edir ki, bunu olmaz. Elə bir ay mı, 2 ay mı sana vaxt verir. Sen özünü qoruyursan da ki, ay ama mən bunu eləsəm, mən öləcəm. Sana həkim dedi ki, hənəm sana il yarım ailə olmaz. Bəli. Sen normal aile de ne aile? Qotur, iylənmiş, cındır, tiryapqa, qoturdu da o. İylənmiş. Adam irgənir o sifətinə baxanda.
Ondan da görüb görəsən. Hayır, gene sözümü sana çatdırıram. Arzunun başından bir tükəsiyorsa, sen beni elimden kurtarabilmiyorsun. Bak ne arzunu bırakmıram bura, ne de seni. Git, ne bilirsen elə. Sen axırını gözle. Sen 5 çaya, 3 çaya, 1 ile axırını gözleyəsən. Tələsmə. Biz Arzuya dedik ki bana maşına otur gel 5'leri yıl. Senin burada taksim pulunu atan verir. Senin atan ölmüyor, anan ölmüyor. Sen yetim kız diyorsan ne olupdu? Düşmüşsen götürün dalından. İyilenmiş. Valla mən də məhəttələm ki, onda nə görübdü. Mən də məhəttələm. Özümə də suallar verirəm. Özünə də sual vermişdim. O hələ dalaşan vaxtlar dedi, yox, qayıtmaram. Dedim, sənin atan-anan deyir ailə quruyur, amma onunla yox, o qoturdan yox. Onun nəyi var? Nəyi var Ay onun? bacı, Gülnare xanım, sen kurban olun başına dönüm. Aile istəyirsən, biz de seni başa düşürük. İndi aile istəyirsən də uşaq istəyirsən, başa düşürük. Eləsinə aile kurardın ki, mesela üçün, hem mayyezin olardı, hem oğul olardı, hem mesela üçün seni işe düzelderdi, erini işleyerdi. O erinin pulu bize lazım değil. Atası da işleyir, anası da. İşleyerdi, sağa bakaydı. Senin iğne dermanın yok diye. Ben de acıktan göndermirəm pul. Gelsin de şellenir, şalvarı bere Ben nervil ettirmesini gece vakti burundan kan açılacaktı. Şerefsiz, vicdansız. O arzudan istifadə, o arzudan istifadə edir ki, o bölünür. Hə, istifadə edir ki, ona pul gəlsin. Hər gün gah deyir, mənə bir dənə dəstək olarsınız, 1 manatdan dəstək olar ki, əqqabım yoxdur, əqqabım gərilibdir, 1 manatdan dəstək olar. Sabahki günü yenə gəl, 1 manatdan dəstək olar, əqqabım gərilibdir, əqqabım gərilibdir. Bilirsən Gülnare xanım, mənim 56 yaşım var. Mən saat 5'te, 5'in yarısı dururam. Bir termozumu doldururam, çay qaynadım. Bir iskan çay içirəm. Mən 6'ya 20 dəqiqə qalmış, mən evdən çıxıram. Mən yata bilmərəm. Yerim gələndə yoldaşım pensiya da alır. İşləyir də elə. Ət yemərəm, suf yeyərəm. Bir sabahda pomidor çıxır. Ne olubdu? Mən gedib 56 yaşımda səhərdən axşama kimi işləyirəm, gəlirəm. Nə də ayın axırı gələndə aylığımı alım. 5 manat, 3 manat hökumətdən pul alım. Belə də olmaz da. Yenə deyirəm, Mahir, aç Kur'an'ı eşit. Sen benim elimden kurtarabilmeyəsən. Ne seni bura koymayacağım, ne Arzunu. Bak deyirəm, mən sana aç Kur'an, onun başından bir iş gelse, sen benim elimden kurtarabilmezsen. Burada yazdılar ki, Qur'an xala, şeydi, Gülnare də qızışdı. Qur'an qızışdırmam, sadəcə istəyirəm ki, ondan uzaqlaşsın. Mənim məqsədim ondan uzaqlaşsın. Mənə zəng eləyiblər. Mənə zəng eləyiblər ki, Arzunu eşək balası kimi çırpıbdı. Ay şərəfsiz, əllərin qurusun. O xəstədir, Allah təala onu vurur da. Biz də dedik ki, Gülnare xanım, Arzu. Valla mən qızışdırmam, deyirəm ki, çəkin orada, yeri bataqlıqdadır, onu çəkin oradan. Çəkilmək lazımdır onu oradan. O Mahirdən qapatmaq lazımdır. Gəlmir. Çünki o qədər normal oğlan deyil. Onun görürsən başı çatmır. O özünü idarə edə bilmir. Arzu 100 kini yıxsın, 5'lerini yıxsın, çıxsın gəlsin. Pulu yoxdur, atası taksin qabağına çıxıb pulunu verəcəkdir. Ay deyirlər, burada yazırlar ki, siz verin. Mən verim ha. Elə, mən bunu verim. Kız orada deyəcək ki, yaxşı eləyirəm, mən biləm. Burada pis mən olacağım. Ona görə də vermirəm. Mən onun toşkasını, axırıncı toşkasını gözləyirəm. Görün bunun axırı nə olacaqdır. Amma Elə valideyn var ki, məsələn, Sona xala, məsələmdə deyirik, qıza deyir ki, ailə həyatı qur, oradan meydin çıxacaq da. Mən tanıdığım bir qız var, həmişə atasına zəng edirdi, anasına zəng edirdi, deyirdi ki, məni qurtarın da, məni döyürü olan hər gün. Deyirdi ki, sən də buradan çıxacaqsan. Deyirdi ki, yox, məni qurtarın buradan. Quranan da olsun, qız özünü kür atdı. Qız özünü kür atdı ki, döyülməkdən ağlı itmişdi qızın. Qız axırı çarəsizlikdən ödəyir, anası deyirdi ki, evə dönmə. O da axırda özünü kür atdı. Özü də evin bir dənə qızı. İndi bu qız deyir ki, məni qurtarın, xilas eləyin. Elə. Deyir, hə, o dedi.
Biz de deyirik ki bala çık gel. Pulun yoksa taksiye otur adresinde ver. Gel burada dervazanın ağzında atan ne kadar pul diyse 40 manat, 30 manat, 50 manat taksi pulunu verir. Çık gel daha. Bu mahide ne gün de deyirlər ki yok bir yerdədirlər. Böyle bir diyelim. Halayla dedi, görek bir gün gelecek, bir gün gelecekler. Sarı. Yok mən lap gedim bunu polise verim. Ha. Dedi salam sağ ol diyeceğim. Elə. Orada pis mən olacağım. Ha, polis diyeceksin kızın onunla yaşamasın. Sen ne diyorsun? Sen ne diyorsun? Adam mən də onu deyirəm. Deyəcək yaşamaq istəyir. Sana sözü gene düşecek yere. Heç mən orada dölüdüm. Mən orada evdə dölüdüm. Mən saat 7'nin yarısı evə gəlmişəm. Barat mənə dedi ki, qonşun telefonla Arzunu basıp döyübdü, dedim cəhənnəmə döysün. Arzunu biz deyəndə ki, bala gel bu evdə otur. Səni burada döyən yox, iləyən yox. Arzu deyir yox, qotur. Yaxşı eləyir, qoy döysün. Amma mən axırı gözləyirəm. Mən axırıncı toşkanı gözləyirəm. Axırıncı toşka. Axırıncı toşkada televizorda bilərsiniz mən nə qarışam. Qəşək bilərsiniz. Daha bəsdir, daha bu qədər. Mən Arzunun şəxsən deyirəm ki, hə, qoy Arzu demək, onun əlində ölüm, qoy ölsün. Qoy ölsün. Derin yiyəsi olmasa da ölün yiyəsi var. İndi gör, mən nə qarışam. Mən nöqtəni gözləyirəm. Yazını yazırsan, nöqtə qoyulur, toşka. Onu gözləyirəm. Yine. Mən lap Arzu gəlsin gene. Qotur gəl. İndi burada konsert çıxadacağım. Kətdə cəmaat qoymur onu. Deyirdi ki onlar gəlməsin. Zəki ağ günə çıxacaqdı. Onu qara gün eləyəcəm Zəkiyəni. Tələsməsin. 11 Zəkiyə yox. Boşanırəm. Onu mən 10 Zəkiyə eləyəcəm. Mən belə olmama baxmayın. Mən yaxşıyam, pisəm. Qoy meyti gəlsin da, bəli. Qoy hökumət ölümü tapacaqlar, şəxsiyyəti də üstündə. Onda göndərəcəklər ki, Bərdədədir. Əşi, Zəkiyə neynəsin, soxsun gözünə. Zəkiyə neynəsin. Niyə gətirib dadandırırdı ora? Saxlaya bilmirdin, verəydin hökumətə, hökumət onu ağıllanışdırardı. Niyə gedirdin banisədən gətirirdin? Dostlar, təzyiqim qalxdı, qoy su içim, dərman atım. May, sənin başına mən oynatacağım, Sənin başına mən oynatacağım, tələsmə. Tələsmə, sənin başına mən oynatacağım. Tələsmə, sənin başına mən oynatacağım. Heç sən narahat olma. Mən o qızın ölümünü gözləyirəm, o meyti gəlsin.